Məndən soruşurlar ki, nə məsləhət görürsən, Çindən nə alıb sata bilərik? Paltar ya da xırdavatı mən onlara heç məsləhət görmürəm, amma böyle yeni texnologiya, yeni high-tech işlərlə məşğul olun məncə. Düzdür, heç kim garantiya verə bilməz ki, siz udacaqsınız, amma yenə də yeni bir şeydir. Söhbət RRG yeni nəsil enerji həlləri istehsal edən innovativ Çin şirkətindəndir. Tank 100 Ultra isə 100 kWh tutma və 20 kW gücə malik tam avtomatik hərəkət edən mobil enerji stansiyasıdır. Bunu əsas necə quraşdırmaq olar? Bunu quraşdırırsan bir parkovkada ya da böyük bir sahədə. Çünki bunların bir də stansiyası olur. Avadanlığın zaryadkası şarjı bitəndən sonra gedir, stansiyada doldurur. Doldurub təzədən işlək vəziyyətə dönür. Maşını stansiyanın yanına sürüb gözləmək lazım deyil. Bir neçə stansiya olandan sonra parkovkanın hər bir yerində zaryadkanızı doldura bilərsiniz. Bu isə Tank 200 Pro'dur. 200 kW tutma, 614,4 volt batareya gərginliyinə, 6000-dən çox dövr ömrü və 8 illik istifadə müddəti olan mobil enerji stansiyasıdır. Qiymətlər 200.000 yuandan başlayır, yəni $30.000. Biznes kimi bir neçəsini alıb, aparıb böyük parkovkalarda yerləşdirib, pul qazanmaq olar. Müraciət eləyin. Atıl şirkətindən də var mobil şarj etmə cihazları, avadanlığı. Fikri bəyəndinizsə əlaqə saxlayın, müzakirə edək.